Kəlbəcər dünyanın qəribə bir yeri idi. Azərbaycanı bilirsiniz, Ermənistana dirənən bir ucqar nöqtəsi idi ki, bir tərəfdən də Qızıllı Təpədən Türkiyə görükürdü. Xüsusilə Ağrı Dağı görükürdü. Hətta Murad çayı görükürdü. Oradan Qızıllı Təpədən baxanda çox gözəl görükürdü. Belə bir ucqar yerdə çox qəribə bir ədəbi mühit var idi. Cermux ərazisi. Baba, indi sən fikirləşkilən ki, Cermux ərazisindən Ağrı Dağ görsənir. Sən başa düşürsən bu nə deməkdir? Çalışacağım tutum onu yaxşı. Bu da Ağrı Dağ. Ağrı Dağ Cermux ərazisindən. Kəlbəcər. Ah, belənçinə, burada. Bir tərəf Türkiyədir, bir tərəf Ermənistan. Kəlbəcərdən də görsənir Ağrı Dağ.